Herkese selam dostlar, ben Yusuf. İnden değilim. Yani sesim biraz pis gelebilir çünkü təxminən 2-3 gün önce xəstələnmişəm. Yəni çox pis xəstələnmişdim. Yəni çox da pis abartmayayım, neyse. Bugün sizə RFM 6. sınıf riyaziyyat üzrə olan sualların, yarım final sualların izahını və variantlarını deyəcəm. Və mən də birinci turdan keçmişəm. İndi yarım final turuna imtahan verdim və yarım final turundan da keçərək final turuna vəsiqə qazanmışam. İnşallah da finaldan keçərək qızıl medal istəyirəm. İnşallah edə bilərəm. Və demək istəyirəm ki, yəni mən tapa bilmədim. Bu bölünmüş ekranlar olur. Bir tərəfdən buradan suala baxır, bir tərəfdən mən yazıram izahını. Onu tapa bilmədim deyə təəssüf ki, ona görə bunun üzərində PDF-in üzərində sizə başa salacağım. Yəni bu indi dediklərimi başa düşməsəniz də heç nə olmaz. Ona görə gəlin başlayaq birinci sualla. Birinci sualımızda deyir ki, A və B sadə ədədlərdir. Sadə ədədlər, burada sadə ədədləri mütləq fikir verməliyik. Səbəbi isə bir dəqiqə bunları belə edim, fərqi yoxlanırsa neysə. Səbəbi isə burada, yəni əgər bu sizə fikir verməsəniz, o zaman siz əlbəttə yəni səhvə yol verəcəksiniz. Ona görə həmin nə tər səhvə yol verəcəksiniz onu demədən elə hamısını izahlayacağam. A 18-dən kiçikdir, B-dən də kiçikdir, 83-də B-dən kiçik. Yəni 18-dən kiçik, A 18 A-dan kiçikdir, A B-dən kiçikdir, B 83-dən kiçik olarsa, B çox A fərqi ən çox nəsə olur? Fərqi ən çox nəsə olur deyirsə, biz əlbəttə B-yə ən çox qiymət verməliyik, A-ya da ən kiçik qiymət verməliyik. Və sadə ədədlər dediyinə görə də A-ya əlbəttə deməliyik 18-dən böyük ən kiçik sadə ədəd 19-dur. Sadə ədədlər də nədir? Bildiyim kimi sadə ədədlər həm sadəcə və sadəcə 2 böləni var. O da həm özünə bölünür, həm də 1-ə bölünür. Ona görə 19-dur. İndi 83-dən kiçik, ən böyük B, yəni sadə ədəd nədir? Bir dəqiqə, əlbəttə 79-da. Bəli, 79. İndi deyir bunların fərqini hesablamalıyıq bunları. 79 çıxı 19 olur. O da bərabərdir 60-a. Bu səbəb bacım idi, təzə durmuşdu, onun görə səs elə gəl. Mən deyirəm, bu nə səsdir? Neysə, yəni cavabımızı 60 tapdı. Cavabımız 60. Bu nə lan? Bu nə lan deməliydim lan, neysə. Cavabımız 60. Neysə, bunu eləməyik. Hətta belə edək. Yəni cavabımız 60-dır. C bəndi. Keçək ikinci sualımıza. Qumun bütün üzərində mənfi tam ədədlər yazılır. Qarşı üzlərdəki ədədlərin hasili bir-birinə bərabərdir. Yəni burada deyir ki, bu mənfi 10 var. Bu mənfi 10 ilə mənfi 10 altındakı hissəni bir-birinə vursaq və mənfi 5 ilə mənfi 5-in qarşı, yəni bu tərəf, yəni bu görünməyən hissəyə vursaq və 30-u da bu tərəfə vursaq, elə mənfi 5-i bura, mənfi 10-u bu altda, mənfi 30-u da bura vursaq bir-birinə bərabər olur. Yəni bu görünməyən üzləri bilmirik. Ona görə mənfi 10-u nəyə vursaq? X-ə vursaq deyə. Mənfi 10 vur X bərabər yazaq. Mənfi 5 vur Y olur da. Çünki bərabər deyil. Mənfi 5-in qarşı üzrünü bilmirik Y deyək. Və mənfi 30-unu bilmirik. Mənfi 30 Z deyək. 30 Z. O zaman gəlin burada islahlar aparaq. Necə apara bilərik? Hər tərəf mənfi 5-ə vura bilər, mənfi 5-ə bölə bilər. Mənfi 5-ə bölsək, bunu da mənfi 5-ə bölürük, bunu da mənfi 5-ə bölürük. Mənfi 5-ə bölür, bəli. Nə danışmıram mən? Neysə. O zaman nə olur? Mənfi 5-i getsə, bu 2x qalır. Bərabər olur. Mənfi 5-ə getsə, y qalır. Bərabər olur. Mənfi 30-da 5-ə getsə, mənfi 5-ə getsə 6 qalır. Deməli, 2x bərabərdir y-ə, y də bərabərdir 6z-ə.
Bizdən deyir ki, bu 3 üzündə yazılan ədədlərin cəmi ən çox neçə olar? Yəni bizdən deyir ki bizdən x üstəgələ y üstəgələ z neçə olar? Bunu tapmaq üçün buradan bir görsəyə əvəz etmə edə bilərik. Necə əvəz etmə edə bilərik? Y-in əvəzinə 2x yazsaq, 2x üstəgələ x 3x eləyir. 3x üstəgələ z elə alınmır. 7z üstəgələ x. Yo, burada belə edə bilərik əslində. Bir dəqiqə. Y 6z-ə bərabər deyil. Və 6z-dən də 2x bərabərdir. O zaman 6z-in əvəzinə 2x eyni şey olur da. Biz burada başqa nə edə bilərik? Əslində belə mən başqa yolla getməyə çalışdım. Amma gəlməli başqa yolla getməyə. Ayda buranı sildim. Bir dəqiqə. Bunun səsi buradan qırmızını seçək. Mən peşə getsə burada y qalmamışdı. Bəli də y. Hər tərəfinə əkəb tapaq və ona görə k-lar çıxardır. Əkəb əlbəttə nədir? 12-dir. Yəni, hər tərəfi 6-ya bölünə bilir. Ona görə də bunu 2x 6-ya gətirmək üçün 3-ə vurmalıyıq. O zaman x-imiz bərabərdir 3k-ya. X-imiz bu x-da. X-imiz bərabərdir 3k-ya. Y-imiz bərabərdir 6k-ya. 6k. Z-imiz də bərabərdir k-ya. Və bizdən bu x, y, z-i soruşur. X, y, z-lər hansılardır? 3k-dır, 6k-dır və k-dır. Əgər biz bunları toplasaq nə olur? 3k üstəgələ 6k və k. 6k və k bərabər olur 10k-ya. Və bizə deyir ki, ən çox neçə ola bilər? Burada aralarından ən böyüyü mənfi 10-dur. Əlbəttə, mənfiləri bilirsiniz də, mənfi 10 olur. Və burada da tam ədəd dediyinə görə, bax, burada mənfi tam ədədlər yazılıb. Bu dediyinə görə, o zaman biz bu 10k, yəni 10-a bölünən mənfi tamam. Hər biri 10-a bölünür, amma ən çox soruşur. Ona görə də ən çox aralarında A bəndidir. Yəni, cavabımız A bəndi. Keçək 3-cü sualımıza. Üst rəqəmini burada görməyə bilərsiniz. Oxuyacağam. 3 rəqəmli 82 A rəqəmi, yəni 3 rəqəmlidir. Gəlin buradan belə yazım. 82 A. 9-a bölünməsinə alınan qalıq 7. 3 AB ədədinin, burada da 3 AB yazaq. 9-a bölünməsinə 8 dəqiqə gedib. 9-a bölünməsindən alınan qalıq isə 2-dir. Ona görə BAA ədədinin 9-a bölünməsindən alınan qalıq isə ola. Başlayalım. 82 ana bizə 9-a bölməsindən qalıq 7-dir. Biz bilirik ki, 9-a bölmə əlaməti nədir? Əgər rəqəmlərin cəmi 9-a bölünərsə, o zaman da 9-a bölünür. Biz də nə qarıq? Buradan baxın da. Bunlar toplasaq 8 üstəgələ 2 üstəgələ bunu kiçik yazmaq istədim. A. Bərabər olur neçəyə? 10A-ya. 10 üstəgələ A-ya. Yəni, indi biz A-ya elə bir qiymət verməliyik ki, bu əlbəttə A-nın sadəcə bir qiymətli olduğunu görürük. Çünki demir ki, burada BAA ədədin 9-a bölməsindən qalıq ən çox neçə olar? Belə demirdi. Ona görə A-nın sadəcə bir qiymətli qiymət var. Yəni, bir qiymət var. Elə bir ədəd qoymalıyıq ki, A-nın əvəzinə. Bu A 7-yə bölünsün. Yox. Yəni, məsələn, onların hansısa bir ədəd toplayaq, yəni A-nın əvəzinə qoyulacaq ədəd. Bunu toplayanda bu ədəd 7-yə bölünsün. Bu 9-a bölünəndə, yəni bunun üstünə A-ya 6 desək 16 olur. 16-dan da 9-a bölünməsinə qalıq 7 deyil. Bəli. Ona görə də yazaq A bərabərdir 6-ya. A-mızı tapdıq. Keçək bura. Hara? Bu 3AB. 3AB-nin də biz A-ya 6 dedik. Elə o zaman 36B olur. Və burada nə olur? 9-a bölünməsindən qalıq 2-dir. O zaman 9 üstəgələ B-nin 9-a bölünməsindən qalıq 2-dirsə, o zaman bura
11 olmalıdır da. Çünki 9 tam bölündü. 2 B2 olmalıdır ki. Bir dəqiqə B2 B2 olmalıdır ki. 9'un üstə 2 gəndə 11 olsun. Çünki B2 olsa o zaman 362. 9'a bölməsindən qalır. Əlbəttə neçə olacaq? 2 olacaq. Çünki 3 üstə gəlir 6, 9. 9'un üstə 2 gəlir 11. 11'in 9'a bölməsindən qalır. Əlbəttə 2'dir. Və deyir ki, BAA ədədinin 9'a bölməsindən qalır neçə olar? A'ya 6 deyil, B'ye 2. O zaman 266 neydi? Bizdən 266 soruşur. Rəqəmlərin cəmini toplasaq, rəqəmlərin yer qalmadı. 266, 2 üstə gəlir 6. Belə toplama qoya bilərik. 2 üstə gəlir 6, üstə gəlir 6. Bərabər olur 14. 14'ün də 9'a bölməsindən qalır. Əlbəttə neçədir? 5'dir. Ona görə cavabımız C bənd. Keçək 4-cü suala. Rahat sual oxşuyur və əlbəttə görmüşəm ona görə deyə bilərəm. Burada yəni bildiysə, yəni burada cavab A-dır 2-də. Ona görə buranı sileyim, yer qalsın. Hətta tam siləyib başını qalmasın. Yəni bu 2-də A-dır cavab. Bir dəqiqə buram olurdu. Neysə. 4-cü sual deyir, aşağıdakı bir ədədin sadə vurğulanma ayrılmasının algoritmi verilib. Buna əsasən aşağıdakılardan hansı doğru deyil? Dəqiqə dostlar. Dostlar biraz göz tərəfim ağrıdı. Ona görə xəstələnmişəm. Neysə. Gəlin buradan baxaq. Hər birini bir-bir çıxartmaya çalışaq. Necə çıxarda bilərik? Buradan pi necə görsənək? Yəni ta ki m-i 2'ye bölüb n alıb, n-i 5'e bölüb k alıb. İndi bunları tapa bilmərik. Ən başdan tapmalıyıq. Ən altdan k-nı isə bölüb t alıb. T-ni 2'ye bölüb s alıb. S-i 2'ye bölüb p alıb. P-ni də 2'ye böləni biraz sadə vurğuların ayrılması məsələn bilirsiniz də. Tutaq ki deyim. 36'nın sadə vurğulara ayırmaq üçün belə çəkirik. 2'ye getsə 18, 2'ye getsə 9, 3'e getsə yəni 36'nın 2'ye bölüb 18 al. Həm də sadə adına məlum sadə vurğular deyirik. Yəni sadə buradan 4 sadə yaza bilmərik. Sadəcə sadə olan ədədləri yazmalıyıq. 9'a getsə 3, 9 da 3'e getsə 1 qalır. Yəni burada məsələn 9 9'a da gedə bilər. 9 bölü 9 ola bilər. Sadəcə burada dediyim kimi sadə vurğuları tapmalıyıq. Yəni burada belədir. O zaman P-ni 2'ye bölüb P-ni 2'ye bölüb 1 alıb. O zaman P bölü 2 bərabər olur 1'ə və P'miz də bərabər olur 2'yə. P'ni 2'yə tapdı. Əsasən aşağıda hansı doğru deyildir. P'ni hələ verilməyib. Ona görə belə gedir. P 2'dir. S-i 2'ye bölüb. Yəni P neçədir? 2'dir. Yəni S-i 2'ye bölüb 2 alıb. O zaman S-də 4'dür. Hələ S də verilməyib. T-ni 2'ye bölüb S alınıb. O zaman T bölü 2 4'dür. T də bərabər olur 8'ə. Dostlar, bacım qapını açırdı ki, içəri girmək istəyir belə. Qapını açmaq istəyəndə qapı cırılır belə. Düz normal qapı ilə açılmır. Neysə. Deyirsə ki, o nə qədər işləndim, bu da cırılır. Neysə. Təndə bu tapdıq 8. 8 indi K-nı da tapmaq üçün K-nı 3'e bölüb 8 alıb. O zaman K da olur neçə? 24. Aha, da ilk dəfə T-mizi 8 tapdı. K-mızı 24. Deməli hansı doğru deyil? K 24'dür, düzdür. Ona görə bunları çıxırıq. T də 8'dir, düzdür. M 240 və N 150 qalır. İndi K 24'dürsə N 5'e gedib K alınıb. Yəni N-i 5'e bölüb K neçədir? 24 alıb. O zaman N də 24 vur 5, yəni 120 olacaq. Lakin buradan N-i 150 verib. Ona görə də cavabımız 150'dir. Burada da əlbəttə 120'dirsə M də 240 olacaq. Bu da səhvdir. Yəni cavabımız B bəndi. X, Y və Z sadə ədədlərdir. X, Y çıx X, Z 19 olduğuna görə X plus Y plus Z cəmini tapın. Asan sualı. Başlayalım. Hər tərəfdə X, yəni eyni oxşar həddi var. Hədd var. Bu həddi metr sayısına çıxarda. X metr sayısına çıxarda o zaman X idi. O zaman Y çıx Z qalır burada. Bərabər oldu, yəni 19 qalır. İndi buradan belə bir şey çıxır. Bir dəqiqə. Bunu sil. Neyse, yaza da bilməyəcəm. 19 nətər ədəddir.
sadə yoxsa mürəkkəb? Əlbəttə sadədir. Sadəcə 1-ə bölünür və özünə, yəni 19-a bölünə bilər. O zaman bu yəni bu elə bildiyim nətər. Ta ki x-ə deyə birinci vuruq. Bax birinci vuruq. Y çıx z-də də ikinci vuruq desə. Birinci vuruq ikinci vuruqa vurub hasil alır. Yəni x ya 1 olacaq. Buranı indisiləyin. X ya 1 olacaq ya da 19 olacaq. Çünki yəni ya x 1 olsa o zaman y z 19 olur. Əgər x 19 olsa bu y çıx z 1 olur. Amma belə şey var. X əlbəttə bağışlayın. X əlbəttə 1 olmamalıdır. Səbəbi isə burada nə deyir? Deyir ki, x, y, z sadə ədədlərdir. Sadə ədədlər, x əlbəttə bilirik ki, yəni bir də əlbəttə bilirik ki, nə sadədir, nə mürəkkəb. Heç bir ədədə daxil deyil. Sadə də deyil, mürəkkəb də deyil. Çünki bir dənə 1-ə bölünür də, yəni həm 1-ə bölünən, həm də özünə bölünənlər sadə idi. Bir amma həm özünə bölünən də 1-ə, həm özünə bölünəndə də 1-ə bölmüş olur. Bir də 1-ə bölünəndə də 1-ə bölmüş olur. Eyni ədədlərdir. Yəni bir dənə bölən olduğuna görə o zaman nəysə də oraya gedişməyək. Yəni bu belə çıxır ki, x 1 oldu. X 1 olmursa, onda x 19 olacaq. 19 vur y çıx z, y çıx z bərabərdə 19. 19-u nəyə vuran da 19 alınır? 1-ə. O zaman y çıx z bərabərdir 1-ə. İndi biz əlbəttə y-dən z-də sadə ədədlər deyirik. Ardıcıl sadə ədədlərdən çıxan, yəni hansı ardıcıl ədədlərdən, yəni ardıcıl ədədlərin böyüyündən kiçik çıxanda 1 alınırdı. O zaman bunlar ardıcıl ədədlər bilmək. O da sadəcə 3 və 2 ola bilər. Ona görə yazaq y3 z-də 2. Çünki 3-dən 2 çıxanda 1 eləyir. Həm də 3 də sadədir, 2 də sadədir. Tapdıq x plus y plus z. 3 üstə gələk, 2 üstə gələk, 19. 3, 2, 19. Dəqiqə bu belə 19 bərabər olur 24-ə. Cavabımız 24 C bəndi. 6-cı. AB 2 nömrə rəqəmidir. AB yəni belə üstdən xətt qoyulanı bilirsiniz ki, yəni vurma deyil də. Onda məsələn 2 rəqəmli ədədi burada deyil. AB bərabərdir 3A plus 8B olduğuna görə AB 2 rəqəmli ədədi aşağıdakıların hansı hər zaman tam bölünür. AB-nin açılışı bildiyim kimi 10A üstə gələk B-dir. Üstə gələk B biraz böyük yazdıq. 10A üstə gələk B-dir. Buradan da verilib 3A üstə gələk 8B bərabərdir. 3A üstə gələk 8B. A-ları bu tərəfə, B-ləri digər tərəfə gətirək. Onda 10A-dan çıxırıq 3A, qalır 7A. 8B-dən də B çıxırıq, qalır 7B. Burada da nə olur? 7-lər islah gedir. Səbəbi isə eynidir. Yəni eynilərdə islah gedəndə o zaman yenə həmənki yəni eyni bərabərliyi verir. Yəni bərabərlik yenə də alınır da. Ona görə də olur A ilə B bir-birinə bərabərdir. Burada deyək ki, aşağıdakılarına AB 2 rəqəmli bağışlayın. AB 2 rəqəmli ədədi aşağıdakıların hansısa hər zaman tam bölünür. A ilə B bir-birinə bərabərdirsə, o zaman A da yaza bilərik. Yəni bu AB-nin əvəzinə AA da yaza bilərik, BB də yaza bilərik. Bildiyim kimi eyni rəqəmli, məsələn 11, 22, 33, 44 hər biri hər zaman 11-ə bölünür. Sadəcə 2 rəqəmli olarsa. Ona görə cavabımız D bəndi. 7-ci sual. ABC 3 rəqəmli natural ədədlərdir. ABC 3 rəqəmli natural ədədlərdir. Natural ədədlərin içərisində isə onların müxtəlif sadə vurğuları göstərilmişdir. Buna görə ABC ədəmi ən az neçə olar? Biz buradan 2, 3 və 5, 2, 3, 7, 3, 5, 7-dən elə istifadə etməliyik ki, hər birinə ən kiçik 3 rəqəmli ədəd verək. Hər biri 3 rəqəmli natural ədəd alınsın. A 120 ola bilər. Çünki 2-ni 3 dəfə özünə vursa, yəni 2-dən 3 dəfə istifadə edə bilək. Amma çalışaq ən kiçiklərini. 2-nin kubu vur, 3 vur, 5. Bərabərdir 120. A-mız 120-dir. Bu 120 də.
Burada çalışa bilərsiniz. Baxaq B-yə. 2, 3, 7. Gəlin 3-ün kvadrat götürək. O zaman 126 alınır. Yəni 3-ün kvadratı vur 2. Ən kiçik 2-nin amma 4, 2-nin kvadrat götürsək 4, 4 vur 3, 12, 12 vur 7, 84. 2 rəqəmini alınır. 3 rəqəmini soruşur. 3-ün kvadratı vur 2, vur 7. 126. Əgər desək ki, 2-nin kubu götürək, yəni də 126-dan böyük alın. 2-nin kubu 8, 8-i vur 3, 24, 24-də 7-yə vuranda 168. Ona görə də bunlar belə olmalı. İndi C-yə baxaq. Hardan yaza bilərik? Hardan yaza bilərik? Buradan bir dənə sıxışdıra bilərik. Gəlin C-yə də əlbəttə 3 ən kiçik deyil, 3-ü götürək. 3-ün kvadratı götürək. 3-ün kvadratı vur 5, vur 7. 9, 45 vur 7. Hətta 35 vur 9. 15, 105. Yox, çox olur. 3-ün kvadratı 9, 45 vur 7. Bir dəqiqə dostlar, mən hesablayıb gəlirəm. Dostlar, yandan çıxmışdım. Burada bu niyə belə oldu? Burada 3 elə bunlar heç bir artırmadan da bunlar bu C özü də gəlin bunu silək. C yəni özü də gedir, Yəni 3 rəqəm nə olurdu? 3-ü 5-ə vur 15, 15 7-yə vur 105. İndi yadıma gəldi. Cavab 100. Bunda yəni başlayın. 105. 105 üstə gələk 120. 225. 223 üstə gələk 126. 351. B bəndi. 8-ci son. Aşağıdakı rəqəmlər üstən 3 anahtarlı ədədin hasil vermişdir. Bu hasildən alınan nəticə başlayın. 8 natural böləni varsa A ədədi aşağıdakıların hansı ola bilməz? Əlbəttə burada nə etməliyik? Əgər biz natural böləni tapmaq üçün ta ki sadə vuruqları ayırdıq. Buradan da sadəcə bunun nə qədər sönür durur? Sadəcə, yəni sadə vuruqları ayırmalıyıq. Sadə vuruq gördüyünüz kimi 11-də, 17-də. Yəni necə başa salım? Tutaq ki, 24-ün natural bölənlərinin nə qədər olduğunu tapmağa çalışırıq. Sonra siləcəm. 24 2-yə getsə 12, 2-yə getsə 6, 2-yə getsə 3, 3-ə getsə 1 qalır da. O zaman 2-dən nə qədər var? 3 dənə var. 3-dən nə qədər var? Vurmalıyıq. 1 dənə var. Sonra da bu üstü qüvvətlər var. Bunlar hər birinin üzərinə 1 gəlib bir-birinə vuruq. 3-ün üstə 1 gələndə 4, 1-in üstə 1 gələndə 2. 4-ə 2-yə vurdu 8. 24-ün 8 dənə natural böləni var. İndi yəni gördünüz də, yəni bu danışa bilmədim. Bu hasildən də bir dənə ədəd alınır. Tutaq ki, bu ədədlə natural bölənləri ayıranda əlbəttə 11, 17, bir də A nədirsə o alınacaq da. Və yəni əlbəttə bura mürəkkəb ədəd qoymamalıyıq. Yəni çünki 11 üzəri 1, 11-in üstündə 1 var, 17-in üstündə 1 var, A-nın üstündə də 1 var da. Çünki hər biri 1 dənədir. Hər birinin üzərinə 1 gələndə 2, 2, 2. 2-nin də kubu, yəni 2 vur 2 vur 2, 8, yəni düz gəlir. Amma nə demişdim? Sadə ədəd verməli A əvəzinə. 23 sadədir. 37 sadədir. 71 sadədir. Lakin 91 sadə deyil. Mürəkkəbdir. Yəni 91 bərabər deyir 7 vur 13-ə. Çünki 91 7-yə bölünür, 13-ə bölünür, 1-ə bölünür, 91-ə bölünür. 4 dənə böləni oldu. 2-dən çox böləni olanlar mürəkkəb. Mürəkkəb seçməməliyik. Mürəkkəbi hansı ola bilməz dediyinə görə cavabımız D bəndi. X y z natural ədədlərdir və onlarsa y-in neçə fərqli qiymət alır. Gəlin kiçikdən belə başlayaq da. X 15 desək, yəni 16-dan kiçik deyək, 15-dən başlayaq. X əgər 15 olsa, 15-in bölənlərini tam natural ədədlər deyək, ona görə tam olmalıdır. Ona görə y-ə də əgər bu olsa 1 deyə bilərik, 3 deyə bilərik, 5 deyə bilərik. Çünki 2 deyə bilərik. Çünki 7,5 alır, 7,5 natural ədəd deyil. Onu kəsir də və başqa dildən rasional.
Buradan 15'i seçə bilmərik. Səbəbi isə 15 seçsə, o zaman x də 15 olur, y də 15 olur. Lakin y deyir ki, x-dən kiçikdir. Burada belə yazılır. Ona görə 15 seçmirik. Əgər x 14 olsa, 2 və 7 olur. Ona görə əlavə edək 2 və 7-ni. 1-də olur, amma 1-i yazmışıq da, yəni yazmamıza ehtiyac yoxdur. 13-də 1 ilə 13, yəni 13-ü də yazmamız lazım deyil, 1-i də yazmışıq. Çünki yəni sadə ədədlərə çıxırıq, sadəyə dəymirik. Çünki 13 yazmamamın səbəbi o zaman x də 13 olur, y də 13 olur. Lakin y x-dən kiçikdir, ona görə yazmırıq. Bu necə edik indi? 12, 2 ilə 6 olur. 6-nı yazmamışıq, yazaq 6. 11 çıxdıq, 10-da 2 ilə 5 olur, yazılıb burada 2 və 5. 9, 3 və 3, yəni 3 yazılıb, 8, 2 ilə 4, 4 yoxdur. 7-də də olmur, 6-da 2 ilə 3 yazmışıq, 5-də də olmur, sadələr çıxırıq. 4-də 2 ilə 2, yəni yazmışıq, 3-də olmur, 2-də 2 sadəcə 2 və bu qədər. Sayırıq, neçə fərqli qadam su qiymət ola bilər? 1, 2, 3, 4, 5, 6 və 7 dənə natural fərqli qiymət ala bilir natural olaraq. Cavabımız D bəndə. Əvvəlcə natural ədədlərin seçilən hər hansı bir ikisi bir-birlə qarşılıq sadədir. Yəni hansını seçsə, A, B də seçsə, A ilə B bir-birinə qarşılıq sadədir, B ilə C də qarşılıq sadədir, A ilə C də qarşılıq sadədir, hamısı qarşılıq sadədir. Bu ədədlərin hasili, yəni A, U, B, U, C. Yəni burada vurma deyəsə fərq yoxdur. 1050 olarsa bu harın? Yəni burada birlikdə cavab B bəndədir. Ona görə bunu silim. Biraz yarasılsın. Yəni burada 7-də cavabımız B bəndi. Aşağıda hansı qətiyyən bu 3 ədəddən biri ola bilməz? Qətiyyən deyir. Gəlin bir-bir yoxlayaq. Tutaq ki, 14-ü yoxlasaq, yəni ədədlərdən biri 14-dürsə, əlbəttə 1050 14-ə bölünə bilir. O zaman gəlin bir dənə bölək. 1050 bər 14. Sonra siləcəm, narahat olmayın. Vaxt yer qalmır çünki. 105-in içində yer alır. 7 dəfə düşsə 98. Başlayın 7. 0-da aşağı atsaq 70. Əlbəttə bölünə bilirdi və bölündü də 75. İndi əgər 75-in əvəzinə, yəni 75 B vur C-nin hasilidir. Yəni əgər B-yə 5 desək, C-yə 15 desək, qarşılıqlı sadə olmur. Ona görə bu başqa fikirləşək. Tutaq ki, 75-in əvəzinə 25 3 yazsaq və biri də 14-dür. O zaman A 3, B 14, C də 25 olsa, 14 ilə 25 də qarşılıqlı sadədir. 3 ilə 25 də, 14 ilə 3 də. Ona görə də bunu yəni qətiyyən 3 ədəddən biri olmaz. Bu 3 ədədlərdən biri olur. Ona görə bizdən olmaz soruşur deyə bunu silirik. Keçək digərinə 15-ə. 1050-ni 15'e bölmeliyim. 1050 böl 15. 105'te 7 tane var. İle 105 çıxır. 0 qalır. 0 da ilə burada artırır. 70'te baxın dostlar. Nə seçirsə seçin. Ən az biri belə qarşılıq sayda olacaq. Məsələn 70'in əvəzinə qoyaq 5 ilə 14. Yəni B 5 olsun, C 14 olsun. 5 ilə 15 oldu axı. Və 35 ilə 2, 35 ilə 15 oldu axı. Və 70 ilə 1, 70 ilə 15 oldu. Nə seçsə seçin olacaq. Onun görə cavabımız B bəndidir. 11-ci sual. Rəz şəklində bayraq 3 eyni hissəyə bölünmüşdür. Və bu hissələrin hər ikisi şəkildəki kimi mavi rəngi boyanmış. Ağ rəngdə hissənin eni bayrağın enindən 30 cm qısa. Bu ağ yer var ya, o 30 cm qısa sahəsi isə, yəni ağ yerin sahəsi isə bayrağın sahəsindən 3300 cm kvadrat kisir. Buna görə bayrağın uzunluğu neçə cm? Yəni ümumi bu bayrağın neçə uzunluğu neçə cm deyir. Dostlar, yenə bazım gəlmişdi. Güya indi gizli girməsi. Eləyəmlə qapım belə nəysə. Bunu nəsə. Əgər burada deyir ki, 3 eyni hissəyə bölünüb deyirsə, o zaman hər birini eyni məhdud deyə bilərik. O zaman bu göy hissə var ya bura. Buranın da eyni x olsun. Bu ağ hissə də eyni x olsun. Yəni bu ağ hissəni. Bu yenə bu göyün hissəsi də x olsun. O zaman bu böyük bayrağın eninin, yəni eni 3x olur da. Bizə deyir ki, bayrağın enindən 30 cm qısadır. Yəni bu en. Yəni x bərabər deyir.
Bu bayrağın enindən, yəni bu 3x-dən 30 cm qısadır. 3x-dən 30 çıxaraq x ala bilərik. O zaman 2x-imiz 30-dur. X-imiz o zaman 15 olur. Yeni qoyu yazanda da olur. X bərabər 15 isə 15 3 olur 45. 45-dən 30 çıxır 15. X-imiz tapdıq 15. İndi sahəsi isə, yəni əgər bu tərəf də A olsa, o zaman burada A olur, burada A olur, hər tərəf A olur. Buralar da X-də, buralar heç. İndi X-imizi 15 tapdıq. O zaman bu ağ yerin sahəsini tapmaq üçün X A-ya vurmalıyıq. X 15 tapdıqsa, o zaman 15-i A-ya vuraq. 15A bərabər olur. Nədir? Bu böyük bayrağın sahəsinə 3300 cm kvadrat kiçikdir. Böyük bayraqda 3xA-dır. Yəni 45 vur A. 45 vur. Bir dəqiqə. X XA. X 3x eləyir. 3x vur. Hə. Belə olurdu. O zaman 3x-də x 15-dirsə 3x-də 45 olur. 45 vur A-dan 3300 cm kiçikdir. Yəni çıx 3300. O zaman 30A 3300-ə bərabərdir. 30A 3300-ə bərabərdirsə, o zaman gəlin buranı silək. Buranı bildik də. 30A bərabərdir 3300-ə. 300. Belə bu bağışlayın. Bir dənə də belə getsək. O zaman sıfırlar islah gedir. 330 bərabər olur 3A-ya. 330 bərabərdir 3A-ya. O zaman A-da 110-dur. Bizdən uzunluğunu soruşurdu. Uzunluğunu da tapdıq 110. Yəni A-ya da biz uzunluq adlandırmamışdı. Ona görə yəni A-nı tapdıq 110. Cavabımız 110 C bəndi. 12-ci sual. Rəqəmlər müxtəlif 3 rəqəm 4 fərqli mənfi tam ədədin cəmi 3201-dir. Buna görə bu ədədlərdən ən böyüyü ən çox neçə olar? Biz bunu tapmaq üçün gəlin biz ən kiçikdən başlayaq. Yəni bilirik ki, mənfidə ən kiçik ən böyük olurdu. Yəni bu rəqəm. Mənfi 243 ən kiçikdir bunların aralarında. Mənfi 243-dən başlayaq. Əgər mənfi 3201-dən 243-ə çıxmaq üçün o zaman mənfi rəyini müsbət olur. Mənfi 3201-in üzərinə 243 gəlirik. Və bu 4 fərqli mənfidir. Biri də tutaq ki, deyək mənfi 243-dür. O zaman bərabər olur. Neçə olur bu? 3201-dən 243 çıx da tutaq ki. Mənfi neçə olur? 3042 2958 mənfi 2958. Bir dənə düz hesabladım, ona bir dənə baxım. Bəli dostlar, düz hesablamışam. Mənfi 2958-dir. Yəni bu 4 dənəsindən biri bu 243-dürsə, o zaman 3-ü qalır. Yəni 3 dənəsinin cəmi mənfi 2958-dir. İndi bu ədədlərdən ən böyüyü ən çox mənfi 243 dedik də. Tutaq ki də indi. Yəni ən kiçiklə başladım. Mənfi 2958 hansısa bir 3 rəqəm, yəni 3 fərqli mənfi tam ədədlərin cəmi ola bilər. Əlbəttə ola bilər mənfi. Məsələn, tutaq ki yazsaq, birinə mənfi 900 yazsaq, rəqəmlər müxtəlifdir. 901 yazsaq. Birinə də 902 yazsaq, tutaq ki mənfidə. Bunları da toplasaq 1803 olur da, mənfi 1803. Mənfi 1803-dən də bu 2958-i çıxsaq 1155 olur. O zaman bu alınmır. Onda keçək. Bu 2958 niyə yadımızda qalsın? Çıxmasın. Buradan bu. Mənfi 997 ilə 9 səhv elədik. Mənfi 987 ilə mənfi nədir? 986-ını toplasaq 1973 mənfi 1973 olur. Çıxsaq 973.
5 olur. 8 olur. 9 olur. Burada da heç nə qalmır. Görsə 985. Biri 987-dir, biri 986-dır, biri 985-dir, biri də -243-dür. -987, -986, -985. -987 ən kiçikdir, -986 ən kiçik ikincidir, -985 ən kiçik üçüncüdür və ən böyüyü də -243-dür. Cavabımız C bəndi olacaq. Hadi söyləyin. Burada böyük hərflərlə -243. Potensial A şərindəki əhalinin 8-də 3-ü B şərinə gedərsə, gəlin buradan yazaq. Tutaq ki, bura A-dır. Burada B'dir. A-da tutaq 8-də 3-ü gedirsə, o zaman 8-də 8-dir tutaq ki. 8-də 8 elə 1 eləyir. Bir də tamdır, yəni A-da tam var. 8-dən, yəni 8-də 8 elə tamdır. 8-də 3-ü getdi, tutaq ki, A-da qaldı 8-də 8 idi. Olur, gedir, daha qalır 8-də 5. Son halı 8-də 5-dir. B şəhərinə gedərsə, B-də də bilmirik. A-ya əvvəldən x deyir. Tutaq ki, x 8-dirsə, y-dir. İndi üstə 8-də 3 gəlsə, 8-də 3 üstə gələ x, üstə gələ y. Bərabər olur. Yəni 8-də 5x ilə 8-də 3x üstə gələ y bərabər olur. O zaman 8-də 5x-dən 8-də 3x çıxaraq y-imizi ala bilərik. O zaman y-imizə 8-də 2x olur. Oy, bağışlayın. 8-də 2x. Y-imizə 8-də 2x tapdıq. O zaman 8-də 2-dirsə, o zaman əvvəl B-də, bizdə də A şərinin əhalisi B şərinin əhalisindən 3 dəfə çoxdur. Əgər belə deyirsə, bu əvvəl soru. Çünki burada əgərdir, 3 şərinə gedərsə, əgər yəni gedərsə, ona görə əvvəl B-də 8-də 2 idi, A-da 8-də 8-dir. 8-də 8-i 8-də 2-yə bölərək 4-ü alırıq. Yəni cavabımız 4 dəfə B-dir. Onların misal deyir ki, sürahinin üstəki hissəsi yorğunam, yoxsa xəstələmişəm. Sürahinin üstəki hissəsi su ilə doldur. Sürahidəki suyun 1/4 boş stəkanı tam doldura bilər. Buna görə bu stəkana tutumunun sürahinin tutumuna nisbəti neçə olur? Sürahinin tam tutumunu bilmirik. Ona görə gəlin yazaq 6x-də. X yazmayaq 6x. Çünki istək yazacaq gedəndə bir də x bölü 6 yazmayaq məxlədə. 6x-də x desək bərabər olur. 6x-də x bərabərdir 3-də 2. Yox, səhv deyil yaxı, bir dəqiqə. Sən bura girməyə istə, deyim. 3-də 2 su ilə doldu. Suraydakı suyun, yəni 3-də 2 olan suyun 4-də 1-ni boş stəkanı tam doldura bilər. Yəni 3-də 2-nin 4-də 1-i 50 neçə? 12-də 2, 12-də 2 isə 6-da 1-dir. 6-da 1-i stəkanı tam doldura bilir. Yəni buna görə bu stəkan tutumunun sürahinin tutumundan nisbəti neçə olar? 6-da 1-i də əlbəttə bölməliyik 1-ə də, çünki yəni 1-də tamdır da, sürahinin öz stəki tamdır. Həm də 6-da 1 də axı gətirdi sürahinin şeyinə görə. Ona görə də 6-da 1-ə böləndə 6-da 1 edir yenə. Yəni cavabımız A bəndi. Yəqin ki, başa düşdünüz, biraz öz yolundan getdim. Neysə. 15-ci sual. Baxaq. Bərabər tərəfli üstbucaqdır bu. ABC üstbucaq. Həm də bunlar bir-birinə bərabər. Necə bərabərli üçbucaqdırsa, o zaman 4 vur x çıx 1-i açılışına tərdir. 4x çıx 4-də də. 4x-dən 4 çıxaraq 3x üstə gələ 6-nı ala bilər. 3x üstə gələ 6. 4x-dən 3x çıxaraq x olur. X də 4-də 6 bu tərəfə getsə 10 olur. X-imizi tapdıq 10. X-imizi 10 tapdıqsa, o zaman bərabər tərəfli üstbucağın bir hissəsi 10, məsələn bu 3x plus 6-nı yoxlayır da. Yəni, x 10 tapdıqsa 10 vur 3 üstə gələ 6, 36 eləyir. Və o zaman üstbucağın perimetri buradan bucaq tutaq ki ABC deyək. Mütləq deməliyik, neysə.
36-nı 3-ə vuranda 108 eləyir. Və deyir ki, bu kvadratından bərabərdir də bu 108. Yəni bunun perimetri. Perimetri bu 108 tapılsa kvadratla perimetri 108-dir. O zaman 9y çıx 2 bərabərdir 108 böl 4-də, çünki bir tərəfdir. Yəni perimetri 108 olan bir dörtbucaqlının tərəfini tapmaq üçün kvadratında daha doğrusu. O zaman tərəfini tapmaq üçün əlbəttə perimetri 4-ə bölməliyik. Yəni 108-i 4-ə bölürük. 108-i əgər 4-ə bölsək necə 27. O zaman başlayayım. 9 vur y çıx 2 bərabərdir 27. O zaman y çıx 2 bərabərdir 27'yi 9'a böldük 3 aldıq. O zaman y də bərabər olur 5'ə. Y-imizi 5 tapdıq. X-imizi 10 tapdıq. X plus y soruşur 15. Cavabımız C bəndir. Burada C daha görməyə bilərsiniz. 16. Bir-birini döndürən iki çarpımı diş sayılarının fərqi 45, dövr sayılarının nisbəti isə 7 böl 4'dür. Buna görə az dövr edin çarpımı dişlərin sayı neçədir? Və hatta ki, bunu belə getmək olar. Diş sayıların fərqi 45'dir. O zaman biri əgər x plus 45'dirsə, digəri x olur da. Çünki x-dir, biri x plus 45. 45 dəfə çox oldu. Dəfə yox, çox. Baş. Bərabər olur 7 böl 4'ə. Yox, səhv getdik. Bir dəqiqə. Çünki 4x üstə gələ 210 bərabərdir 7x-ə. 160 100. Dostlar, bir dəqiqə sözlüyüm. Deməli, indi mən bildim də. Ayda, dostlar, bu sualı əslində düz yazmışam, bəli. Yəni, bu sual düzdür. Lakin başqa bir yolla getmişəm. Bu yolla gedəndə x plus 45 böl x almamışdım. Dedim, bəlkə indi alaram. Həqqı almışam. Deməli, orada səhv getmişəm. 45 4'ə vuranda 210 almışam. Onu görə yaza bilməmişəm. Yox, 240 almışam. Asanda vurvasa. X vur 7, 7x'dir. 7x bərabərdir 4x üstə gələk. 45 4'ə vur 180. 3x'imiz 180'dirsə x'imiz 60'dır. X'imiz əlbəttə demişdi ki, az dövr edən əlbəttə bu çarx məsələlərində təsmir tənasibidir. Yəni tərsdən gedir. Ona görə bu diş sayısı çox olan az hərəkət edir. Az olan çox hərəkət edir. Belə başa düşəndə tutaq ki, bu çox olan qocalıb, yəni az enerjisizdir. Balacadır bu, amma çox enerjilidir. X-imiz 60 tapdı. O zaman bu kiçiyin dişlərin sayı 60'dır. Bu az dövrün edin deyir, yəni böyüyü deyir. 60'ın üstə 45 gəlirik 105. Mən də deyir 105 tapmışam. Lakin bu yolla yox. İndi tap bildim. Neyse. O 7-ci sual. 43'dir. Aşağıdakı kvadratları hər bir ədəd sonundakı ədədin 4 misli və üstündəki ədədin yarısı olacaq şəklində yazılır. Kvadratların yazın bütün ədədlərin cəmi 294 olarsa, x-in yerinə hansı ədəd başlayınca yazmalı. Hər bir ədəd sonundakı ədədin 4 misli və üstündəki ədədin yarısı olacaq. Yəni hər bir ədəd üstündəki ədədin yarısı olacaq. Əgər bura 2x deyil, onda yuxarısı bura x deyil, onda yuxarısı 2x olacaq. Çünki x-in üstündəki ədədin yarısıdır da, yəni 2x-in yarısı olur. O zaman bu da x böl 4 olur. Bu da x böl 8 olur. Bu da x böl 4 olur. Bu da 2x ilə. Sol tərəfi nə idi? X olur. Yo, x böl... Bir dəqiqədən görüm. X deyirəm. Bundan cəmini soruşun, gör bir yazaq. X. Üstə gələ. Hər birində yeni... Buranı getdik, bura bilirik ki, 2x'dir. Burada getdik. Sondakı ədədin 4 misli. Yəni 2x bunun 4 mislidir. 2x böl 4. X böl 2. Üstə gələ. Burada 4 misli olur. X böl 2'nin 4 misli.
böl 8 də x. Size gələk. Bura 2x idisə, o zaman bu x böl 4 olur. 4 olur. Bura x değil. Sondakı ədədin 4'müş. Yani burada 4 böl x, yani x böl 4'tür. Üstündeki ədədin yarısı olacak. Bura x böl 2'dir. Yani buranı da tapdı. X böl 2. Üstə gələk. Sondakı ədədin 4 misli. X böl 2'nin 4 misli x böl 8'də. Buradan da tapdıq. 4 misli ise x böl 32. Hər birini 32 getirsə, dostlar. Burada bir de demeyeyim. Buranın cevabı 290'dır. Bir de 32 getirməyim. Onsa cevabı bilirəm də. X'in yerine hansı ədəd yazılmalıdır? 64 yazılmalıdır. Bir dəfəlik deyim. Cevabımız C bəndi. Bir de axıt yox deyim. Bir haqqı dedik də. Yəni düzdür da. 64 C bəndi. 18. Cevap. Bir m natural ədədində olan müxtəlif rəqəmlərin sayı m ilə göstərilir. Məsələn, 52 02 bərabərdə 3 verilən bərabərliyin ödələri. Məsələn, 02 bərabərdə 3. Verilən bərabərliyin ödənilməsi üçün bir rəqəmdən alınıb biləcəyimiz nəzərdə olur. B bərabərliyi neçə? Sual tapmaq üçün, məsələn, 3/5 kvadrat bunun cavabı nə olur? Əlbəttə, məsələn, bura 3, bura 2 versək, bağışlayın. Müxtəlif rəqəmlər, burada müxtəlif rəqəmlər 7, 3, 0, 2, 4 hər müxtəlif rəqəmlər deyib, burada cavabımız 5 olur. 5'in, yəni 2 üstə 3 gəlib 5 ala bilərik, 1 üstə 4 gəlib. Amma burada yəni lazım, ən ola biləcək, yəni ən imkanlı, yəni elə imkanlar 3, 2 və 2, 3'dür. Burada B'ye əgər 1 versək, o zaman hər birində 3, 3, 6 olur. Olmur. 2 versək, yenə. 3 versək, amma olur, bax. 3 versək, çünki B'ye 3 yazsaq, 3, 3, 5. 2 müxtəlif olur. Müxtəlif deyir. Ona görə burada 2. Burada da hər bir müxtəlif deyir 3 olur. 2 ilə 3 toplayıb 5 alır. 4'dən 5'də olmur, 6 olur. 6 olan, yox, 5 olur. 5 olsa 3, 5, 5, 2. Yox, 6 olur, 6. Burada 3 olur, burada 2 olur. 3 ile 6'nı da topla, 9. Cevabımız B bəndi. Mən sizə daha çox variant lazımdır. Ona görə belə yazıram. Cevabımız B. Buna görə A-dan sonra ala biləcək neçə fərqli qiymət var. Məxrəcəvi bərabər deyə A-da 4 üstə gələ gedir 18'e qədər. Bunun cəmi hesablama düsturu var. Sonuncudan birincini çıxırıq. 2'ye bölürük. Vururuq bunların sayına. Bunların sayını tapmaq üçün aralarındakı fərq 1-1 deyə 1-1 artır deyə 18'dən 4 çıxır üstünə 1 gəlsən o deyilir 15. Bərabər olur 14 bölü 2 7. 7'ni də 15'e vuranda 105. Yəni 105 böl A-da. İndi A-nın ola bilər neçə fərqli natural ədəd. Cəmi natural ədəd deyirsə, o zaman A, yəni 105 natural bölənləri tapmaq üçün əlbəttə 105 sadə vuruqlara bayaq dediyimiz kimi 3'e getsə 35, 5'e getsə 7, 7'ye getsə 1. 3 üstü 1, 5 üstü 1, 7 üstü 1. 1 üstü 1 gəl 2. 1 üstü 1 gəl 2. 1 üstü 1 gəl 2. 2 vur 2, 4. 4 vur 2, 8. Yəni cavabımız 8 deyib bəndi. 20. sual. Da cavab əvəz edir. Buna görə bu toplamlarında 20'den sonra ən böyük, ən çox neçə olur? Burada cavab 96'dır. Burada elə qoyub getmək, yoxlamaqla getməlisən. Məsələn, çünki əgər tutaq ki, ən böyüyü deyə MN-dir. 133'dən fərqi yoxsa hansını deyirsə deyin. 96 çıxın. 17 37. Yəni x kanunun cəmi 37'dir. İndi bura elə rəqəmləri fərqli və yəni 0'dan fərqli və bir-birindən fərqli rəqəmləri deyin ki, yəni cəmi 30 olsun. 21 16. Yox. Demişdim mən. Dayan görüm.
96. Bir dakika dostlar, mən tapım gəlim. Dostlar tapdım. 37'nin 25 üstə gəli 12 kimi göstərə bilərik. 5 üstə gəli 12. O zaman x, y 25 olsun, zk 12 olsun və mn də 96 olsun. Görürsünüz, hər biri sıfırdan fərqli və bir-birindən fərqli. Deyil. 2. İndi bir dəqiqə dostlar. Dostlar, yine yadıma gəldi. 24 13 ya. 24 13 37 eləyir. Yani 22 4 1 3 9 6 hər bir-birindən fərqli. Cavabımız B. Bu da cevabımız A'dır. O saat tapılır. 1 böl 2'ni belə yaza bilərik. 1 böl 2 böl 3 olur. Bu da mötərizədədir deyəm. Böl 4 deyəm. 1 bölü 2 bölme vurma çevrilir. O zaman üstü 6'ya gelir. 3 6'da 1. 6'da 1 de 4'e bölsək 6'da 1 vur 4'te 1 olur. 24'te 1. 24'te 1 de alınabileceği en kiçik cevapdayım. Ona göre bir de bu niye azaldı bu? Ben böyle yazıyorum. Neyse. Yani cevabımız adı. Yani burada 24'te 9'da da alınır. Onca bir de halım yoktu. Yine o göre test izleyirəm. Yani öyle burada değil daha cevapları deyim. Burada 34'tür. Ben size daha cevaplar lazım. Bu arada deyim hamısını yani cevaplarını bilirəm də. İzahlarını bilirəm. Sadəcə halım yoxdur. Həqqi deyirəm, yəni sərdən öldürəm. Burada 51'dir. Burada 15'dir. Burada da 20%'dir. Burada həqqi deyirəm, ölürəm, ona görə demirəm. Bunu kimi yazmışam ya, bu nədir? Yəni bu qədər. Yəni bir də cavablar deməyim, həlləri deməyim də yoruluram. Ona görə. Aslında yəni yaxşı həllər deyil. A bərabərdir. Burada vurup hasil. A'nı tapan, yəni vurup saçına mən vurup tapmaq üçün hasilini mən vurup ötürməliyəm. 0,2 bölü x yaza bilərik. Burada 0,16 bölü y yaza bilərik. Burada da 0,4 bölü z yaza bilərik. Səhv getdim. X yazaq belə 0,32 böl A Y 0,16 böl A Z 0,4 böl A. İndi bizden X, Y, Z vur A deyil. Yani bunun açılışı nədir? X, Y, Z 100 X üstə gəlir 10 Y üstə gəlir Z. O zaman X 100'ə vuranda 32 böl A eləyir. 32 böl A üstə gələk. 0,116'da 10'a vuranda 1,6 eləyir. Və 0,4'də olduğu kimi qalır. Çünki heç nə vurmursa. Hər bir məxrəcə indiyə elə direkt yazılıb. O zaman 34 böl A eləyir. 34 böl A'nda deyir A'ya vur. A'lar istak edir. Qalır 32 üstə gəlir 1,6 üstə gəlir 0,4 34. Cevabımız 10 gördü. Bəndə olur. Daha deməyim, yəni videomuz bu qədərdir. Çox sağ olun. Bay bay. Onu sabah baxmayacaqsanız bildirəm.